Diqqət eləyin. Yazıb ki, salam qardaş, əvvəlcədən təşəkkür edirəm. Allah sizi qorusun. Mənim boynumda şiş yaranmışdı, şiş. 5 gündür edirəm, şiş çəkilir. Sübhanallah. Yeriyəndə ayağımın altında ağrılar olur. Mümkünsə onu necə müalicə edəcəyimi deyin zəhmət olmasa. Baxın, şiş. Şiş yəni yad törəmə. Artıq çəkilir. Bilirsiniz nədir bu məsələ? Qan dövranı pozulanda insanda əsas bizi qidalandıran, yaşadan qandır. Qan dövranı hara ki, hansı nöqtələri ki, qidalandırmır, problem var, orada ödəm yaranır. Orada şişkinliklər yaranır. Bax, budur məsələ. Qardaş, müalicə deyəcəm sənə. 2 ay, 3 ay bunu eləyərsən inşallah. Bir də gedginlə qəssablardan malın ödün al. Onsuz çölə atırlar onu. Al. Onu qəşəng malın ödünü kəskinə, yığcına butulkaya doldur. 1-2 litr doldur. Qoy xaldenki aşağı gözünə. Ondan axşamlar elə bir bintə batır. Ayağın boyda da bint elə. Batır, bağla ayağa. Altından da salfan bağla yat. 2-3 ay ilə ayağın altında heç nə qalmayacaq. Orada şipor da olsa, mahmuz dillərdən. Ola hamısı gedəcək. Nə olsa, inşallah hamısı gedəcək. Belə deyim də, vallahi günü-gündən mənə Allah Taala bir də elm verir. Özümə mətal qalmışam mən. Belə. Bir dənə də yaxşı yadıma düşdü. Bir dənə də idman növü kəşf eləmişəm, bədən tərbiyəsi. Çox gözəl təsir edir. Vaxtım onda o da çəkib qoyacağam. Bütün əzələ gərginliyinə, qan dövranına o qədər gözəl təsir eləyir. Onun işi sistemində yoxdur. Onu özüm kəşf eləmişəm. O qədər fayda görürəm. Prosta bir daha vaxt eləyim, onu da çəkib qoyacağam sizin üçün. Allahın izni ilə. Hər kəs eləsin. Görürsünüz? Baxın.